Sənə bu günləri Heydər Parkını görürsən də, sənə bu günləri düz Heydər Parkının içində deyəcəm, çünki düz Heydər Parkının içidir. Burada binada 73 kvadrat bir dənə möhtəşəm 3 otaq çıxır bir dənə. Bax belə ürəyin istəyən keç evinizdən tanış olaq. Şərvəla, gördün də Heydər Parkının içində qardaşlar ev təqdimi. Bildin elə içində sayılır. Gəl. Gəl bir dənə sənin qardaşın bir dənə şahənşahlar görsətsin. Xırdalanda düz Heydər Parkının yanında. Gözəl qardaşım. Bax, bu bizim zalımızdır. 3 otaq sənə təqdim edirəm. Videonun əvvəlində dediyim kimi yeri, yurdu çox möhtəşəmdir. Sözün əsl mənasında bal məsələ. Qardaş, bu bizim zalımızdır. Gəl bura. Bir dənə belə yataq otağımız var. Buyur Kərbəla. Zəhmət olmaz. Yataq otağının böyüklüyünə bax. Gör nə boydadır. Hələ bura 1, 2, 3 dənə kravat yerləşir. Yəni təsəvvür elə buranın böyüklüyünü. Gəl bura. Bax, Kərbəlaycığım. Hamam sanuzelimiz. Buyur çək. Bir dənə belə kuxnamız yerində qardaş. Kuxnamız da yerindədir. Gəl bura. Bir dənə də gözəl qardaşım bax. Bir dənə də yataq otağımız buradadır və nəzərə çatdırıram ki, evimizdə 2 balkondan ibarətdir. Bir balkon buradadır, ikinci balkon da orada. Gəlirik əsas məsələyə. Kuxnanı, hamam, sanzer falan hamısını göstərdik. Kərbəlaycığım, deməli qardaşım mən, bu evin qiyməti 97 min. Düzdür Kərbəla? 97 minə start qiymətdir. 73 kvadrat, 97 minə. Yer də hardadır? Heydər Parkının içində elə, yanında. Qardaş, bu evi əldən çıxartmayın. Bu öz yerində. Və nəzərə çatdırıram ki, 114 əmlak elə bir qiymətlərlə elə evlər çıxardır ki, elə sən oturub şəhərdə baxdarsan ki, qardaşım, köçüm xırdalanma yaxşı yer olsun. Bu elə həmin yerdə. Allah alana da, satana da xeyir versin.